Bir günləri cəmaət məsciddə namazı qılıb dua edirmişlər. Elə bu vaxtı cavan bir oğlan əlində bıçaqla girir məscidə, cəmaətin içərisinə, qışqırır ki, ey cəmaət, içinizdə bir dənə müsəlman var, yoxdur. Amma durub bir-birinin üzünə baxır, bu cavan uşaq əlində bıçaq, bu nə eləmək istəyir, heç kəs səsini çıxartmır. Oğlan bir də təzədən qışqırır. Sizə deyirəm, içinizdə bir dənə müsəlman var ya yoxdur. Bu vaxtı bir dənə bunların içərisindən qoca bir kişi qalxır ayağa, deyir ki, müsəlman mən. Cavan oğlan yaxınlaşır, həmin bu qoca kişiyə deyir, əmi, səni bir dəqiqə bayırda, gedək bayıra çıxaq. Bunlar girir bunun qoluna, bu qoca kişini çıxardır bayıra. Amma qorxu içində bir-birinin üzünə baxırlar. Bunlar bayıra çıxanda qoca görür ki, bağçada bir ağaca qoç bağlanıb. Deyir, əmi, mən bu qoç qurban kəsmək istəyirəm. Amma mən bu işi bacarmıram. Siz bu işi mən üçün görə bilərsiniz, görə bilməzsiniz. Deyir, hə, bala, niyə görmürəm? Bunlar qoçu yıxırlar yerə kəsmək üçün, amma bu qoca kişi gücü çatmır qoyunu saxlamağa ya da. Bunlar qoca görür ki, qoyunu kəsə bilmir. Yəni, bunların üst başı qan olur, dad olur. Bunlar bu ayda qoyunu kəsmək ayında içəridəkilər hamısı bir-bir danışırlar ki, ay görəsən bu qocanı apardı, bu çöldə neynədir, onun başına nə oyun gətirdi, başını kəsdi, nə qayırdı. Amma qorxusundan da heç biri çölə çıxıb maraqlanmır ki, nə oldu, bunlar nə iş görürlər bayırda. Bu çöldəki qoca görür də kəsə bilmədi də indi bunun da üst başı qan, bu cavan uşağın da üst başı qan. Deyir, bu qoyuna əziyyət verməyək, get sən içərdən bir nəfər də çağırır, gəlsin, bunu qurbanı yerinə yetirə bilər. Bu oğlan yenə qayıdır, girir məscidin içərisinə, oğlan da bıçaq, hamısı qan. Bunu görən hamı içəridəki möminlər, hamısı vahimə içində oğlana baxır. Oğlan qışqırır ki, içərinizdə başqa bir müsəlman var. Heç kəs səsin qorxusundan çıxartmır. Hamı bir-birinin üzünə baxır. Deyir, bu qanlı bıçaqda kişinin başını kəssin, aydı. Oğlan görür, səs çıxmadı, bir də qışqırır ki, içərinizdə başqa bir müsəlman yoxdur sizin. Hamı yine bir-birini dönür, imama baxır. İmam görür ki, bunlar hamısı üzün tutub mənə sarı. Deyir, bala, indi mən sizə 2 rükət namaz qıldırdım deyə müsəlman oldu. 2 rükət namaz qıldırmaqla adam müsəlman olur. Bunların içərisindən heç biri qorxusundan səsini çıxartmır. İndi bu rəvayətin içərisində çıxarmalı nəticələr çoxdur. Həyatda hər birinizin qarşısına belə bir hadisələr gələ bilər. Xoş gündə hamı öyünür, özün xoş niyyətli adam kimi göstərir. Amma insanın nə cür insan olduğunu bilmək üçün onu dar ayaqda yoxlamaq lazımdır. Ki, bu insan nə cür insandır. İndi ona görə dostlar, yəqin ki, belə bir hadisələr bir çoxlarının başına gəlib, kimin başına nə cür hadisə gəlibsə, yorumlarda öz fikirlərinizi bildirə bilərsiniz. Diqqətinizə görə çox sağ olun.